Prezident minimum aylıq əmək haqqı və pensiya ilə bağlı sərəncam imzaladı. Prezident İlham Əliyev əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı xəbər az məlumat yayıb. Sərəncama əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir. Bundan başqa, Nazirlər Kabineti sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etməlidir.